Stadiondan həmkarlarımız Rövşən Binnətli və Pərviz Musayev şərəfindən bir oyun izləyə bilərsiniz. Rəhim Həsənov onun hakimliyi rəhbərlik edən hakimə briqadası, ardınca isə komandalar Inter Arenanın süni yaşıl rəngli meydançasına daxil olurlar. BFL-in himnin sədaları altında. BFL-in himnində məşhur, Sovet dövrünün məşhur o futbol marşının Planter'ın marşı, futbol marşı, onun motivləri də var lap başlanğıcda. İlk notlar məsələn onu xatırladır. Hər halda uzun illər Sovet futbol ailəsinin bir tərkib hissəsi olmuşuq. Onda da bir xatirələr var. Neftçilik oyunlarında hər zaman bu musiqi ilə çıxır. Yəqin ki, mənə razılaşarsan ki, həqiqətən də möhtəşəm marş idi və hamının yaddaşında qalan, hamının ruhunu oxşayan bir marş idi. Futbola yazılmış ən gözəl himlərdən biridir və komandaların heyətləri Interdən başlayar. İcazənlə qapını Georgi Lamayagor, Yuric, Denis Silva Cruz, 4 Laşa Kasradze, 6 adaşı Laşa Salukvadze, 7 Nika Kvekveskiri, nəhayət ki deyə bildim. 11 Rauf Əliyev, 14 Zurab Xizanishvili, 17 Vüqar Nadirov, 19 Mirhüseyin Seyidov, 24 Fuad Bayramov və 30 nömrəli futbolçu Abbas Hüseynov. Hakimlər briqadası, oyunun baş hakimi Rəhim Həsənov, ona Vaqif Musayev ilə Namiq Hüseynov yan xətlərdə kömək edəcəklər. 4-cü hakim Mehman Mahmudovda, o da laizmandır. Əbəs ilə 4-cü hakim deyil, şurasında ki, əlavə köməkçi hakimlər də var. Qapı arxasında Ramil Diniyevlə Ömər Paşayev iş başında olacaqlar. Oyunun AFFA nümayəndəsi Maşallah Əhmədov, hakim inspektor Vüsal Əliyev, maşallah kifayət qədər adam bu gün iş başındadır. Qarabağın ilk 11'liyə 13 İbrahim Şehiç, 2 Qara Qarayev, 5 Maksim Medvedev, 8 Miguel Marcos Madeira, qısaca Miçil, 10 Dani Quintana, 25 Şansiya Golli, 14 Rəşad Sadıqov komandanın kapitanı, 20 Richard Almeida birinci bu komandaların çempiyatdakı oyunu buraxırdı, 55 Mədavi Hüseynov, 97 Mahir Mədətov, 99 Muharrem, 2 qoldan birinin müəllifi. Birinci öndə digər qolun müəllifi Reynaldo ehtiyatda qalıb baş məşqçi Qurban Qurbanovun qərarı ilə. var. Denis Silva Cruz, Zurab Xizanishvili və Laşa Salukvadze. Laşa Kasradze irəlidə dayaq yarım müdafiəçi kimi oynayır. Həqiqətən də onu da biz mərkəz müdafiəçi kimi daha çox görmüşdük. Bugün dayaq yarım müdafiəni gücləndirib, daha çox müdafiə milli. Maraqlıdır ki, üçlü yarım müdafiə ilə başlayıb. Yenə Miçil. Dani gəldi. Dani'dən ötürmə, Aysiya Golli bir toxunuş, qayda top, Mahir Mədətov hesab açma olar, üstdən kənara. Topa daha çox nəzarət edir, bunu Inter də imkan verir, etiraf eləmək lazımdır. Mahir Mədətov, yaxşı oynadılar Mahirlə Reynaldo, Aysiya Gollin sol cinahdan ötürməsi, başla zərbə Miçeldə və hesab açılır! Gol, gol, gol! 19-cu dəqiqədə Qarabağ hesabı açır. Bundan sonra oyun maraqlı olacaq, əminliklə söyləyirəm. Qarabağ üstün daxil olur. Agolli bir toxunuş. Bax, belə sol cinah müdafiəçisi lazımdır Azərbaycan milli komandası. Inter 20 dəqiqə dözdü. Həqiqətən də Agollinin ümid edirək ki, cədəsi olmayacaq, heç bir problem yaşamayacaq. Agollinin Avropa çempionatındakı iştirakı da maraqlıdır. Rüstəm. Azərbaycan futbolu müstəvisinə baxanda çox önəmlidir hətta deyərdim. Kasradze yaxşı çıxdı müdafiəçinin arasından, amma Nikan ötürməsi də iyi deyil. Qaydan top Inter'in, Rauf Əliyev bir zərbə və Şehiç yumruqladı. Çox yumuşaq dedim. Rauf'un yumuşaq olmayan bir sərt zərbəsi ilə Şehiç də yumruqlarını sərt şəkildə qoydu. Topu kənara çıxarır. O qədər qüvvətli zərbə üçün o tutmağa cəhd göstərmədi Şehiç. Anlayırdı təcrübəli qapısı. Mahir qaçacaqsa yetişəcək. Əks tərəfdən Reynaldo açılır. Mahir sürətli qarşısında Xizanishvili. Onu keçdi Mahir. Sol ayağında zərbə. Birbaşa Lamayanın üzərinə gəlir. Hissənin sonlarına yaxın qol vurub fasiləyə bərabərliklə yollanmaq əl olardı. Təbii ki, Inter üçün. Aysiya Golli ilə gələn Qarabağ hücumu mərkəzə doğru ötürməyə çox yaxşı paslaşdılar. Quintana ilə Reynaldo. Miçelin uzaqdan zərbəsi. Az qala Miçel dubl edəcəkdi. Toxunan futbolçu Lamayadır son anda gündüz. Azacıq toxunuş kifayət elədi ki, top istiqamətini dəyişsin. Gün zərbəsi vurdu. Öndürəyə doğru Lamayev bir yumruqla çıxarır. Kasradze. Vüqar Nadirov. Uzaqdan zərbə vura bilər. Uzaqdan zərbəsi Vüqar Nadirovun təhlükəli və qüvvətli zərbə idi, amma çərçivədən yan keçən. Vüqar Nadirov yaxşı. Rauf Əliyev sol cinaha top keçmədi, amma Kasradze qismət olur. Abbas Hüseynov. Inter'in hesab bərabərləşdirməyə yaxın oyundan kənar vəziyyət var idi zənnimcə. İlk anda Kasradze topu qəbul eləyən anda. Ola bilər bəlkə də orada, amma Abbas
Oynayacaq vəziyyətdə görünmədi sanki. Offside kamerasından daha aydın görünəcək fikirləşirəm Rüstəm. Abbas Hüseynov birbaşa Şeycin üzərinə vurdu topu, fikir verdinsə. Uzaq üçüncü gözlənilirdi əslində burada zərbə. Amma alınmadı hər halda. Çox vacib bir qol imkanını əldən buraxır. Rauf Əliyevin qoşulmağını gözləyir Vüqar. Qoşuldu, gec gəldi Rauf. Geriyə Kasradzaya. Kvekveskiri hücumları məhz o qurur. Yekun olaraq oyunun, Interin oyununun məhz o müəyyənləşdirir. Orta xəttə Şeycdən az qala. Səhv var idi, amma ikinci cəhdə bu səhvi düzəldir. İbrahim Şeyc. Çobudluqla saxladı. Bu isə bir qədər əvvəlki epizodun təkrarıdır. Efirdə izləyirik. Abbas Hüseynov, Vüqar Nadirov açılır. Müdafiəçinin arxasında Vüqar Nadirov. Zərbə İbrahim Şeyc. Yaxşı düşüncə, yaxşı hücum. Şimdi yerinə yetirdilər Qarabağ futbolçuları, amma qeyri-dəqiq. Inter sanki sıxıb rəqibi. Fuad Bayramov hesab bərabərləşdirmək üçün əla fürsət var idi. İlqar Qurbanovuna mane olurdu İbrahim Şeyc. Quintana Richard paslaşması. Richard indi cinahı dəyişdi. Sağ cinahdan İlqar Qurbanov. Yani Quintana, o da sağ cinaha gəlir. Quintana yerdən ötürməsi. Michel və 2-0. Bir anlıq çox gözəl hücum. Bütün müdafiəni tar-mar salan bir ötürmə. Təkrarına baxmaq lazımdır, etiraz yoxdur. Cərimə meydançasına oynayan oyuncu oyundan kənar vəziyyəti yoxdur. Bir anlıq ötürmə, bir toxunuş. Lamaya gücsüzdür və bəlkə də Qarabağ bütün taleyini elə bu qolla həll eləmiş olur. 0-2-dən geri çevirməlidir ilk vəzifə Interdə, amma çox çətin olacaq. Rəşad. Dani Quintana. Və yenə Almeida. Eyni ilə 0-0'da Inter necə oynayırsa, 0-1'də necə oynayırsa, 0-2'də də eyni cür oynayır. Dani, buradan vura bilər, Dani! Və gol! Mükəmməl bir gol. Mükəmməl bir gol Dani'dən. Bütün stadiondan alqış qopardı Inter azarkeşləri istisna olmaqla. Qarabağın oyunlarda Azərbaycan çempionatlarında nadir hallarda baş verir. Qapını elə gördü, elə yerə vurdu ki, Lomaya kimi 37 yaş olan təcrübəli qapçı bu epizoda sadəcə baxmaqla reaksiya verir. Azərbaycan dilində, daha doğrusu ümüşlək dildə belə bir ifadə var. Mık eləyə bilmədi. İfadəsi və açıqlaması olmuşdu. Həqiqətən də futbol belə gözəllikləri ilə, belə təsadüfləri ilə gözəldir. Kvekveskini buradan zərbəsi yaxşı alındı yandan kənara. Çox gözəl qola imza atmışdı Hənənkəranda Kvekveskini. Ötürməsi dəqiq deyil sadəcə Zurabın. Agoli, Almeida, Frans Mayer cərimə meydançasında çevrilir. Sağ ayağında top. Uşaq ötürmə. Michel endirdi. Zərbə vurdu. Reynaldo! Reynaldo! 4! Öz gol payını aldı bu maçda. O da meydançanı golsuz tərk eləmir. Efraim İsmailov uşaq ötürmə. Orada əslində Michel zərbə indirmişdi. Yaxın gücləri Lamaya qaytarsa da bu zərbənin artıq qarşısını almaq mümkün deyil. Hat-trick'in etmədiyinə təəssüf edirəm. Bəli. Bugünkü oyunda. Amma zənnimcə Michel artıq Azərbaycan kubokunun bu mövsüm bombardiri olub. 3 top vurub artıq. 3 top vurub, bəli. Düz ilkin mərhələlərə də baxmaq lazımdır. Orada qollu oyunlar olub. Şeyc. Agoli. Yaşa Sadıqovdan ötürmə səhv idi. Qaraqarayev. Top qapının yanından keçir. Bir imkan vardır Interdən fərqi azaltmaq, nüfuz qolunu vurmaq mənasında, amma alınmadı. Reallıq göstərdi Qara. Bir zərbə də vurdu qapıya. Bitirdi. İşi bitirdi Inter Arena'da. Bəli, bitti. Bəlkə də Cütün tarihi həll elədi. Bəlkə də Cütdə işi bitirdi, amma yenə də standart olaraq bir şərhçi olaraq tələsməyək deyəcəyik. İkinci vaxtda izləyək deyəcəyik. Bir həftə də səbir edəcəyik, amma əlbəttə 0-4-ün əvəzini çıxmaq Interə çox çətin olacaq.